Salam dəyərli tələbələr, bu videoda sizlərlə birlikdə 2023-cü ilin DİM sınağının informatika suallarının izahına başlayırıq. Bu izah bitər bitməz məntiq suallarının da izahı gələcək, ona görə o izahı da izləməyi unutmuruq. Ümumilikdə imtahan haqqındakı düşüncələrimi soruşmuş olsaz, apardığım analizlərə görə deyə bilərəm ki, sırf imtahan səviyyəsində ola biləcək bir sınaq idi. Ona görə də mütləq bir formada öz hazırlıq səviyyənizi buradakı sual formalarına uyğun bir şəkildə tənzimləyirsiniz. Çünki sizi elə bu formada bir imtahan gözləyir. Vaxt itirmirik, elə 26-cı sualdan addım-addım başlayırıq. Desktopda iş masamızda sisanın sağ düyməsini kliklədikdə ekranda kontekst menyu açılır. Hər hansı bir qovluğu yaratmaq üçün menyunun hansı sətrini seçmək lazım deyə bizdən soruşur. Yeni bir qovluq yaratmağım üçün təbii ki, nədən istifadə edəcəm? New hissəsindən. Gəlirəm, ekranda da göstəririk. Sağ düyməni klik elədim. Aşağıdakı New'ya gəldim. Buradan yeni bir qovluq. Görürsünüz, folder, katalog, papka, eyni şeylərdir. Qısa yol, hər hansısa bir faylın proqramına klik eləyərək həmin faylı yaratmaq mümkündür. Ona görə doğru cavabımız oldu A variantı. Digər variantları da sürətli bir şəkildə analiz edək. B variantında yazılıb xüsusiyyətlər, properties. Bu xüsusiyyətlər hissəsi ümumiyyətlə ekranın kontekst menüsündə yoxdur. Klik elədim. Xüsusiyyətlər harda olur? Məsəl üçün bir faylın kontekst menüsündə. Faylın xüsusiyyətlərinə, sonra hər hansısa bir qovluğun xüsusiyyətlərinə baxarıq. Ekranda amma tənzimləmələrlə bağlı parametrlər adətən yer almış olur. Daha sonra C variantı. Auto arrange icons, avtomatik piktoqramları nizamla. Bunu da göstərək. Gəlik ekranda view hissəsindən. Buradan avtomatik nizamlamanı görürsünüz. Qarşısında quş işarəsi var. Bunu götürürəm. Ondan sonra buradakı qovluqları, piktoqramları o tərəf bu tərəfə dağınıq bir şəkildə düzə bilirəm. İndi təzədən o kontekst menüsünü açıb view hissəsindən avtomatik nizamlamaya klik eləmiş olsam, bunların hər biri gəlib sol tərəfdə yenə səliqəli düzüləcək. Artıq bunları gətirib bu tərəfə dartıb dağınıq bir şəkildə düzə bilməyəcəm. Deməli, C variantının da nəyə yaradığını bildik. Bu da getdi. Refresh yeniləməkdir. Bunda məncə qalmağın adı yoxdur. Create shortcutda qısa yolu yaratmaqdır ki, qısa yolu yaratmağı ekran kontekst menüsündə o formada görmürük. Nədən görürük? New hissəsindən görürük. Görürsünüz burada. Shortcutdan belə yaradırıq. Bəs o create shortcut ekran kontekst menüsündə yoxdursa harda var? Hər hansısa bir, məsəl üçün, faylın kontekst menüsündə. Sağ düyməni klik elədim. Açılan kontekst menüdə create shortcut var. Ekran kontekst menüsündə deməli bu yer almır. İndi ekran kontekst menüsünə görürsünüz, burada əlavə kateqoriyalar, əmrlər, parametrlər var. Bir-bir bunlardan danışmayacağım. Əgər bunları gözəl bir şəkildə öyrənmək istəyirsinizsə, sadəcə YouTube-da axtarışda yazırsınız, Fəzai Zəkəriyyə 10 dəqiqədə Windows dərsləri, ondan sonra izləyirsiniz, gözəl bir şəkildə bilmiş olursunuz. Deməli, Y variantında bildik, keçdik sualımızın doğru cavabını. A variantı tapandan sonra 27-ci sual formasına. 27-ci sualımızda File Explorer proqramının ünvan sətrində C2 nöqtə yazıb Enter düyməsi basıldıqda nə baş verəcək deyə bizdən soruşur. İndi baxaq görək nə baş verəcək. Əvvəlcə həmin o File Explorer pəncərəsini açıram. File Explorer bildiyimiz qovluğun pəncərəsidir. Burada deyək ki, hər hansısa bir hissəyə keçid edirəm. Məsəl üçün, deyək ki, olsun. Baxın, desktopda, elə desktopda. FC qovluğuna gəldim, keçid elədim. İndi bu adres hissəsində, burada nə deyirdi? Baxın, ünvan sətri adres hissəsidir də bura. Nəyi görürük? FC qovluğuna daxil olmuşam da həmin qovluğun adresini, yəni tam yolunu, tam adını. Mən buradan istəyirəm ki, sadəcə C diskinin adresi qalsın. Onda bunları silirəm. Yoxsa ancaq C diskini saxladım da adres hissəsində, ünvan sətrində. Nə edəcək? Həmin o C diskini açacaq. Az əvvəl FC qovluğuna daxil oldum. Onun içərisini açdı. İndi C diskini saxlayıramsa, yazıramsa, burada Enter-ə klik edirəmsə, C diskinin içərisini açmış olacaq. Baxın, C diskinə deməli nələr var? Bu formada qovluqlarımız var. Nə görsəndi? C diskinin məzmunu görsəndi. Deməli, doğru cavab nədir? C variantıdır. Bunu da bilmiş olduq. Əmrlərlə işləmək üçün pəncərə açılacaq, yox. Səhv xəbərdarlığı ekran çıxacaq, yox. Microsoftun rəsmi səhifəsini yönləndirəcək, yox. Adı S hərfi ilə başlayan fayllar görünəcək, yox. Ünvan sətrində yazmışıq da, düzdür? Axtarış hissəsində yazmamışıq ki, bəlkə bunu çaşdırıb yazmış ola bilərdiniz, amma digərlərində düşünürəm ki, heç siz də qalmamısınız. Yenə də digər variantlardan da nəsə soruşmaq istəsəz, rəyləri yazarsınız. Aşırı çürüçülük eləmək istəmirəm bu izahda.
28-ci sual. Dəfələrlə izah elədiyim, göstərdiyim suallardan biridir. Demək, modellərində də aşırı dərəcədə çox istifadə olunmuş test formasıdır. Kontekst menünün format cells əmrinin köməyi ilə hansı əməliyyatı yerinə yetirmək olmaz? Görüş, qəşəng qara ilə də bildirir, demə, əksər hallarda bu inkarları, sualları. Ona görə səhv eləmə şansınız düşünürəm ki, daha da aşağı düşmüş olur. Sadəcə biraz diqqətli olmaq yenə də hər zaman vacibdir. Format CS ümumiyyətlə nə deməkdir? Bunu göstərməyim üçün. Gəlirəm Excel-ə. Excel-də hər hansısa bir xananı seçdim. Sağ düyməni klik eləyəndən sonra, sağ düyməni klik eləyəndə açılan kontekst menüdə burada format CS əmri var. Bura klik edirik, bir pəncərə açılır. Bu pəncərədə biz nələri yerinə yetirə bilərik? Məsəl üçün, xananın içərisində olan mətnin, hər hansısa bir yazının formatını seçə bilərik, kateqoriyasını seçə bilərik. Həm mətni, nə bilim, neçəsə dərəcə o tərəf bu tərəfə fırlada bilərik. Görürsünüz, bu kimi məlumatlardır. Yəni, nizamlaya bilərik. Sonra şriftinin ölçüsünü, tipini seçib, rəngini tənzimləyə bilərik. Kənar xəttlərinin tipini seçə bilərik. Qırıq-qırıq xəttli olsun, belə düz olmasın və s. kimi şeylər. İçərisini rənglə doldura, yəni fonunu rəngliyə bilərik. Və bir də qorunmalar, gizlədilmələr, bu kimi əməliyyatları yerinə yetirə bilərik. Format CS-in köməyi ilə. İndi baxın, bir düstur əlavə eləməyimiz üçün bizim nəyə ehtiyacımız var? Sadəcə baxın, bir dənə bərabər işarəsi yazıb, ondan sonra düsturu daxil eləməyimizə. Hər hansısa bir düsturu daxil eləməyimiz üçün bir də niyə dəm dəzgah açırıq ki, düzdür? Deyə də bilmədim. Dəm dəzgah, hə, indi oldu. Açırıq ki. Elə sadəcə bərabər işarəsini yazaram, A1 plus B2 qeyd eləyərəm, onlar bitər. Və yaxud da gəlirəm, buradakı baxın, bu düstur hissəsindən də düsturu daxil eləyə bilərəm. Düzdür? Bir də niyə ayrıca bir menyu açaq ki? Ona görə bir növ görmədiyiniz bir şey olmuş olsa belə, məntiqlə bunları analiz eləyə bilməlisiniz mütləq. Nə variantda yazıb xananın fonunu dəyişmək. Az əvvəl dedim, dəyişə bilirik. Sərhəd xəttinin tipini seçmək, seçə bilirik. Mətnin istiqamətini bucaq altında fırlatmaq olur. Sərhəd çərçivəsinin rəngini seçmək, dəyişmək olur. Amma xanaya düstur daxil eləmək, sadəcə bərabər işarəsini yazaq, daxil eləyək də düzdür. Bir də ayrıca panel niyə açaq ki? Doğru cavab oldu E variantı. Gəldik 29-cu suala. Sonra hər zaman dediyim bir məsələ var ki, hansısa bir şəkil böyükdürsə, o sualdan qətiyyən qorxmayın. Çünki elə ümumi imtahanın, sınağın ən asan sualı əksər hallarda həmin sual olmuş olur. X mənfi 15-dir. Yazdıq lap X-in üzərində mənfi 15. Y-də neçədir? Mənfi 2. Bunu da yanına yazın belə. İndi düşürəm aşağıya, alqoritmi həll eləmək istəyirəm. Görüm Z dəyişənin qiyməti nə olacaq axırda? X-in yerinə mənfi 15 yazdıq. Mənfi 15 yazanda mənfi 15 sıfırdan kiçik bərabərdirmi? Bəli. Bərabər olmasa da kiçikdir. Ona görə hə ilə gəlirik. Deyirik, hə. Gəldi indi buradakı şərt blokun içərisinə yazıb y böyük bərabərdir 0. Y-in qiyməti mənfi 2-dir. Yazdıq mənfi 2. Mənfi 2 sıfırdan böyük deyil. Mənfi 2 sıfıra bərabər deyil. Görürsünüz, heç bir şərt ödənmir. Mənfi 2 sıfırdan böyük bərabər olmadığına görə deyirik, yox, böyük bərabər deyil. Gəlir yox hissəsi ilə. Və nəticədə görür ki, Z nə oldu? Z oldu 3. Z-in son qiyməti 3-dür. Gəlirəm buradan budaqlanıram, şaxələnirəm. Çap blokunda işimi bitirirəm. Nəticədə Z-in cavabı oldu 3. A variantı bunu da bilmiş olduq. 29-cu sualda belə getdi. Keçdik 30-cu sual. Görürsünüz, imtahan suallarının içərisində də imtahanı verəndə görəcəksiniz nə qədər bu formalı bildiyimiz təməl məlumatlar olacaq. Daxili yaddaş qurğularını seçin deyir. Bilirik ki, floppy disk, disket 1.44 megabaytlı yaddaşa malik nədir? Yaddaş qurğusudur və xarici yaddaş qurğusudur bu. Bir getdi. Hətta variantlarla işləsəz, baxın 3 dənə variant xoşbəxt oldu. Bunları atdıq artıq. Əmli yaddaş qurğusu, daimi yaddaş qurğusu, artıq dəfələrlə bunlar haqqında danışmışıq. Ona görə daxili yaddaş qurğularında 2 ilə 3 mütləq olmalıdır. 2 ilə 3-ün olduğu variant, D variantı qutardı, getdi, cavabı tapdıq. Yenə də digərlərinə baxaq, sərt disk, maqnit diski. Sistem blokun tərkibində olsa da ana platanın üzərində deyil deyə bu xarici yaddaşdır. Sonra streamer, LED-dir, xarici yaddaş qurğusu. Düzdür? Köhnə toy kasetləri oradan yadda saxlamışdıq. Ona görə 5-i də atdıq. Bizə daxili yaddaşlar lazımdır. Qaldı bir dənə keş yaddaş, RAM-ın sürətini artıran, bufer rolunu oynayan yaddaş. Doğru cavab oldu. 2, 3, 6 artıq tapmışıq. Bu 6-cının da qarşısına plus qoyduq. Keçə bilərik növbəti suala. 30-cu sualı bəncə artıq səhv eləmə şansınız yoxdur. Yəni böyük bir günahdır.
deyərəm ən azından. 31-ci sualda Office proqramları hansı növ proqramlara aid edilə bilər? Əzbər ola biləcək bir sualdır. Deyə bilərsiniz ki, həqiqətənmi belə bir sual imtahana düşər? Təbii ki, düşər. Ona görə tətbiqi proqram paketinə daxil olduğunu bilməliyik. Sistem üçün deyil də bu. Bizim işlərimizi yerinə yetirir. Office proqramlarından, məsəl üçün Word-də yazı yazırıqsa, özümüz üçün yazırıq. Sonra Excel-də bir hesablama aparırıqsa, özümüz üçün edirik. PowerPoint-də təqdimatı özümüz üçün hazırlayırıq. Ona görə özümüz üçün olan məsələlərin hər biri tətbiqidir. Sistemlə bağlı olsaydı, kompüterlə bağlı olsaydı sistem olardı. Proqram yaratmaqla bağlı olsaydı instrumental olardı. 31-Y variant olaraq bildiyimizə görə gəldik 32-ci suala. Slaydın duplikatı hansı lent tabı ilə yaradılır deyə bizdən soruşur. İndi slaydı yaratmağım üçün onsuz da 2 dənə yerim var. Gəlirəm bunu sizə göstərirəm. Gəlirik bir dənə PowerPoint proqramı açırıq. PowerPoint proqramından hətta açaq mənim hazırladığım bu formada slaydlardan ibarət təqdimatı. Açılsın, indi siz də qəşəng-qəşəng görün. Deməli, açandan sonra əvvəl 2010 əvvəlki versiyalar, yəni proqramda olan əvvəlki versiyalarda yeni bir slaydı əlavə eləmək yalnız hardaydı? Home tabındaydı. Amma hal-hazırda Insert tabında da yeni slaydı əlavə eləməyi 2019 versiyasından etibarən görə bilirik. Ona görə ya cavablarda Home ya da Insert ikisindən biri olacaq, birini seçəcəksiniz, olub bitəcək. Və ona deyirlər, müəllim, ikisi də ola bilər. Uyğunluq sualıdırsa, ikisi də olar. Onda uyğunluq kimi hər ikisini götürərsiniz. Şəkil olaraq da hətta verə bilərsinizsə, burada biraz daha diqqətli olmalısınız. Mən uşaqlara belə deyirəm. Ona görə də siz də indi eşidirsiniz. Uşaqlara deyim ki, indi kimlə danışıram ki? Deməli, siz də eşidirsiniz. Buradan qəşəng öyrənmiş olursunuz. Baxın, Home lent tabında, evdə. Fikir versə, bu New Slide əmri ailəsi ilə bir yerdə, qohum əqrabası ilə bir yerdə şəkil çəkdirib sanki. Əgər bu formada yanında digər əmrlərlə bir yerdə verilibsə, evində şəkil çəkdirib də, onda nə olacaq? Olacaq bu şəkil Home lent tabından. Yəni yeni slayd əlavə eləmək olacaq Home lent tabından. Yox, əgər bu başı batmış ailəsini atıb Rusiyaya qaçıbsa, baxın yanındakı bu ailələri də atıb qaçıbsa, onda təkdirsə hardadır? Insert tabındadır. Görürsünüz, evdə sevdiklərimizdən şəklimiz var ailəvi. Onda bu formada şəkil verilsə Home tabındandır. Yox, tək başına verilibsə hardadır? Insert tabından. İndi bu New Slide'ın burada yanında balaca bir ox işarəsi var. Bura klik elədim. Görürsünüz, aşağıda var Duplicate Slide. Düzdür, Selected Slides. Duplikatını çıxartmaq üçün klik elədim. Klik eləyəndən sonra gəldi. Bir dənə belə indi görsənəcək duplikatı yaranmış oldu. Və yaxud da Insertdən gəlirik. Seçdiyimiz slaydı buradan duplikata klik eləyəndən sonra kopyasını yaratmış oluruq. Oldu, bitdi. Qayda qanunu bildik. İndi baxırıq variantlara hansı var? Insert var. Home olsaydı, Home'da seçərdik. 32-ci sualın doğru cavabı oldu. D variantı. Gəldik 33-cü suala. Hansı əməliyyat Word 2019 mətn prosesoru üçün xarakterik deyil deyir. İndi bilirik ki, Word proqramında mətn qutusunun sənədə yerləşdirilməsini həyata keçirə bilirik. Mündərcat yarada bilirik. Mətni formatlaşdıra bilirik. Əlifba göstəricisini yaratmaq, əlifba siyahısı, ədəbiyyat siyahısı, hər bir şeyi yerinə yetirmək olur. Mətnlə bağlı istənilən bir işi həyata keçiririk. Amma bir dənə fikir versəniz, D variantındakı sözlər Word proqramı ilə əlaqəli deyil. Deyir, cədvəldə verilənlərin, dataların konsolidasiyası. Yəni, Excel proqramında bir vərəqdə olan məlumatların başqa bir Excel faylı ilə əlaqələndirilməsi, başqa bir vərəqdə olan məlumatlarla birləşdirilməsi, görürsünüz, verilənlərdən danışırdı. Orada cədvəldə verilənlərin konsolidasiyası. Hardadır? Verilən tabında, data tabında. Harda? Consolidate əmrinin köməyi ilə. Deməli, bunu bildik. Gördük ki, bir dənə qəribə olan Word-ə aid olmayan budur. D variantı olaraq bunu da seçdik. İndi keçirik növbəti sual formasına. Əsas mütləq bir şəkildə məntiqlə yanaşmaq lazımdır suala. Yanaşdıqsa, anda hər şeyin öhdəsindən gələ biləcəksiniz. 34-cü suala gəldik, keçdik. Görək 34-cü sualda nə edə bilərik? Mətn prosesorunda aşağıda cədvəl yaradılıb. Yaratdığımız cədvəl budur deyək ki. Yaradılandan sonra deyir Convert Table to Text. Nə edirik? Cədvəli mətnə çeviririk. Dialoq pəncərəsi əmrinin yerinə yetirilməsindən sonra alınan mətn hansı olar deyə bizdən soruşur. Ayrıcı işarə olaraq da nöqtə vergül simvolundan istifadə edilib deyə deyir. Deməli, belə bir cədvəldir.
Biz bu cədvəli mətnə çevirəndə, ayrıcı simvol kimi də nöqtə vergüldən istifadə edəndə hansı variant alınacaq onu tapmağımızı istəyir. Heç proqramı açmağa gərək yoxdur. Sadəcə baxın, bu xətt olan hissələri var ha. Götürəm xətt olan hissələrə nöqtə vergülləri atıram. Bu nöqtə vergülləri atırsınız, qutardı getdi. Ondan sonra gəlib variantlarda bir-bir o variantı, o məlumatları axtarırsınız. Yenə də görməyimiz üçün proqram daxilində də göstərim. Ən yaxşısı bir dənə cavabı sürətli seçək. Baxın, mətnə çevirəndə yuxarı hissədə yazılacaq şəhər, malın adı, ay, satılıb. Gör, şəhər, malın adı, ay, satılıb. Aralarında adı nə? Ayrıcı simvol nöqtə vergüldür deyə olacaq nöqtə vergül. İndi A-nın aşağıdakı sətrində də Bakı, yanvar 5. Düz yazıb da, düzdür, düz gəldi. Sumqayıt, Stul, fevral 6. Düz gəldi. Gəncə, mart və 3. Bu da düz gəldi. Deməli, doğru cavab nə oldu? A variantı. Məsələn, B variantı yazıb, şəhər, malın adı, ay, satılıb, birinci sətr düzdür. Biraz Bakı, Stul, yanvar 5. Amma biz burada gördük ki, ikinci sətirdə Stul yazısı, Stul sözü yoxdur. Gələk bir dənə proqram daxilinə baxaq. Düzdür, bunu yerinə yetirmişik, Word dərsində də öyrənmişik, amma yenə bir daha görək. Seçəndən sonra cədvəli gəldik layout hissəsindən. Layoutda burada bizdə Convert to Text var. Buna klik edirəm. Klik edəndən sonra belə bir pəncərə açılır. Bu pəncərədə Other hissəsindən nöqtə vergül seçəcəm. OK klik eləyən kimi anında ayrıcı simvolun nöqtə vergül olduğu formada buradakı sözləri bir-birindən ayırıb düzmüş olacaq. İndi bir dənə diqqətlə baxın. Görəcəksiniz ki, birinci sətirdə olan sözlər birinci sətirdə, ikinci sətirdəkilər ikinci sətirdə yazılmış olacaq. Sütunlarda eyni şəkildə. Klik elədim. Gəldi belə bir formada yazı alınmış oldu. Az əvvəldə baxdıq. Haradaydı bu? A variantında. Ona görə çox da üzərində qalmıram. 34-cü sualı bilmiş olduq. Yəni bu formada bir sualın geniş izahını istəyirsinizsə, playlistlərdən Word dərslərinə daxil olursunuz. Word dərsinin içərisindən Insert tabında bu kimi əməliyyatların hər birindən daha geniş formada tanış olursunuz. MS-DOS-da failin adının maksimum uzunluğu nəyə bərabərdir deyə soruşur. Bilirik ki, MS-DOS-da 8.3 tələbi var. Ona görə də adında 8 dənə simvol istifadə edə bilirik. Genişlənməsində də 3 dənə simvol olur. Bəs Windows-da bu tələb neçədir? Siz qeyd edirsiniz rəylərə. Bunu bilmiş oluruq. Növbəti, sahəyə ondan çox hərf daxil etməmək üçün mətn sahəsində hansı xüsusiyyətindən istifadə etmək lazım deyə soruşur. Mətn sahəsindən gedirsə söhbət. Bir tekst sahəsində, mətn sahəsində bilməliyik ki, 255 simvoldan istifadə edə bilirik maksimum. İndi əgər istəyiriksə ki, 255 yox, daha az olsun, ondan çox olmasın, o halda sahənin ölçüsünü, görürsünüz, Y variantı doğru cavabımız. 10 olaraq seçirik. Artıq ondan artıq simvol yazmaq mümkün olmur həmin xanaya, həmin sahəyə. Yenə də görməyimiz üçün gəlirəm, Access proqramını açıram. Access proqramında bir dənə deyək ki, balaca cədvəl formalaşdırmağa başlayırıq. Məsələn, buraya yazıram FC. Yazandan sonra Allah buradan sahənin adını da seçə bilərəm. Yazıram bura FC Akademi. Yazdım. Çox da uzatmıram. Fikir verirsə burada sahə tabında, field tabında sahənin ölçüsü, field size var. Yazıb ki, burada mətn sahəsində 255 simvol var. 255-i götürüb mən, məsəl üçün deyək ki, 8 eləsəm, artıq bura 8-dən çox simvol yaza bilməyəcəm. Məsələn, yazdım FC, ardınca da 1, 2, 3, 4, 5, 6, 4. Hal-hazırda yazmağa çalışıram, getmir artıq. Klaviatura ilə güləşirəm, olmur. Çünki 6 dənə bu rəqəm, bir də F və Z. 8 dənə simvolu aşa bilmirəm. İndi götürəm bura ölçünü 10 olaraq seçirəm. Seçəndən sonra artıq burada 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu səfər baxın 10 dənə simvoldan artıqını yaza bilmirəm. Deməli, bunu haradan tənzimləyirik? Sahə ölçüsündən. Doğru cavab oldu Y variantı. Qutardı 7. 36-cı sualı bilmiş olduq. 37-ci sual. Raster qrafik redaktorları haqqında hökmlərdən hansı doğrudur deyə soruşur. Görə indi hansılar doğrudur. Görün Paint proqramı varsa, mən də buradan açım. Paint'in içərisində baxaq. Paint proqramını açdıq. İndi birincidə nə yazıb? Bir sıçanın köməyi ilə ixtiyari formalı xətt çəkmək olar.
Bəli, götürdüm qələmimi, Siçanın köməyi ilə ixtiyari formada bir xətt qaralama həyata keçirə bilirəm. Birincisi deməli oldu, doğru. Yazıb şəkilləri xarici yaddaşda saxlamaq olmaz. Bəs harda saxlayacağıq şəkilləri? Təbii ki, şəkilləri xarici yaddaşda saxlayırıq. Ümumiyyətlə, kompüterin yaddaşında olan bizim təsvirlərimiz, videolarımız, şəkillərimiz hard diskdə yaddaşda yer tutur ki, bu da bizim xarici yaddaşımızdır. 2 getdi. Hardan yerinə yetiririk? Məsəl üçün save-dən, save as-dən yerini də təyin edə bilirik. Təsvir fraqmentlərini miqyaslaşdırmaq olar. Bəli, təsvir fraqmenti demək, məsəl üçün bir dənə fiqur əlavə edirəm. Deyək ki, bu formada çəkdim. Bu fiquru yaxınlaşdırıram. Müəyyən hissələrinə baxmaq deməkdir. Yəni, baxın, hər hansısa bir hissəsi təsvirin fraqmenti adlanır. Mən miqyaslaşdıra bilirəm. Qısacası 3 oldu doğru. Sonra təsvirin rəng korreksiyası mümkündür. Bəli, rəng korreksiyası rəngini dəyişmək, nə bilim, işıq effekti vermək, rəngi formalaşdırmaq, nə bilim, fırça ilə onu rəngləmək. Bu kimi əməliyyatlardır. Biraz balacalaşdıraq bunu. Bu arada Paint-də maksimal miqyas 800, minimal 12.5-dir. Bu da lazım ola bilər. Bunu da gəlmişkən buradan deyək. Mən rəng korreksiyası üçün burada görürsünüz nə qədər rənglə bağlı əməliyyatlar var. Raster qrafikasında bu kimi işləri görə bilirik. Təbii ki, işıqlandırma falan kimi məsələləri Photoshopun funksiyasıdır. Photoshop özü də bir rasterdır. Ona görə bunu az əvvəl qeyd elədim. Mən dördüncünü bildik. Sonra yazıb təsvirə animasiya tətbiq eləmək mümkündür. Animasiyanı harada tətbiq edirik? Paint ilə PowerPoint-i tez-tez qarışdırırsınız. Bunu qeyd edeyim ki, baxın, hər hansısa bir obyektdə animasiya PowerPoint-də animation hissəsindədir. Məsələn, deyək ki, olsun bu formada. Görək, gəldi bu formada animasiyasını gördük. Yəni, bunun Paint-lə əlaqəsi yoxdur. Ona görə 5-ə atdıq. Nə oldu? Oldu 1, 3, 4. Doğru cavab B variantı. Deməli, animasiyanı da atan kimi cavabı tapdıq. Amma baxın, əslində variantları çıxaraq daha sürətlə tapmaq olardı. Sadəcə mən sırayla bir-bir analiz eləmiş oldum. 38-ci sual. Fayl transfer protokolu nə üçün nəzərdə tutulub? FTP, fayl transfer protokol, faylların ötürülməsi üçün. Artıq bunun üzərində qalmıram, əzbər bilməliyik bunları. 38 oldu B. Sonra, məsələn, SMTP, Simple Mail Transfer protokolu, artıq qəşəng bilməliyik bunları. Maillərin ötürülməsi protokolu, düzdür? POP3, Post Office protokol, maillərin qəbul olunması. HTTP, Hypertext Transfer protokolu. Çalışın bunları öyrənin. Aşağıdakı tələbələr və onların yazıldığı fənlər haqqında Access proqramından, verilənlər bazasından deyək, belə bir sualdır. Deyir ki, fraqment verilib, biraz da balacalaşdırım. Cədvəl fraqmentlərin əsasən riyaziyyat fənninə neçə birinci qrup tələbəsinin yazıldığını təyin edin. Əvvəlcə yuxarıdan birinci qrup olanları seçirəm. Görün, baxın, birinci qrup olan bir buradır. Sonra bir bunun aşağısındakı. Bu. Yenə var da, düzdür. Sonra aşağıda bir də bu iki dənə. Buranı da artıq bir yerdə işarələyim, çox da. Burada vaxt itirməyək. Birinci qrupdan olan 4 nəfər var. İndi baxaq görək, bunlardan hansılar riyaziyyat fənninə yazılıb. Görürsünüz ki, Əsədli 222 koduna malikdir. 222 kodunu aşağıda axtarıram, burada tapa bilmirəm. Deməli, bu riyaziyyat fənninə yazılmayıb. Bunun qarşısına bir dənə çıxış işarəsi atdım. Sonra digəri Kərimova 223. 223 görürəm ki, fizikanın kodudur aşağıda. O görə deməli, bu Kərimovada kimdirsə, fizikaya yazılıb. Bu da getdi. Sonra Babayeva kodu 225'dir. 225 koduna baxıram. 225 kodu. Bir informatikada var. Bir burada var. Bir də riyaziyyatda var. Deməli, 225 kodlu tələbə nələrə yazılıb? İnformatika yazılıb, bir də riyaziyyat fənninə yazılıb. Ona görə deyirik ki, Babayeva həm informatikaya, həm də hətta bizdən soruşulan riyaziyyata yazılıb. Ona görə Babayevanı götürdük. Sonra qaldı nə? Rüstəmova 226-dır kodu. 226-ya baxırıq. Baxırıq, görürük ki, burada riyaziyyat hissəsinə yazılıb. Əla. Mən burada bir dənə plus. Mən 2 nəfər riyaziyyat fənninə birinci qrupdan yazılan tələbəmiz var. Ona görə doğru cavab oldu. D variantı. Mən 39-cu sualda bildiyimizə görə hoppana bilərik növbəti 40-cı sualımıza. Görək 40-cı sualımızda nə istəyir? Mətni yığarkən baş və sətri hərflərə keçmək üçün hansı düymədən istifadə olur deyə soruşur. Artıq məncə bunu da bilirik. Nəzəri bir sual olduğuna görə. Burada sualı tutuzdura bilsəm, davam edirik.
Deməli 40-cı sualdır. Hə. Mətni yığarkən baş və sətri hərfləri keçmək üçün nədən istifadə edirik? Caps lockdan. Tab nə edə bilər? Bir çox şey yerinə yetirir. Məsələn, cədvəlin içərisində deyək ki, birinci xanadadırsa, ikinci xanaya keçər. İkinci xanadadırsa, üçüncü xanaya keçər. Əgər cədvəlin sonuncu xanasının içərisindədirsə, tab artıq yeni bir sətr yaradar. Sonra kontrol yenə bir çox şey yerinə yetirə bilər. Məsələn, kontrol və mausun sol düyməsi ilə faylı sürüşdürüb, məsəl üçün kopyasını yarada bilərəm. Space bar boşluqdur. Kontroldan təbii ki, oxlarla mətn daxilindən Word-dən danışırıqsa, o halda kontrol sağa ox bir söz sağa keçərəm. Kontrol sola ox bir söz sola keçərəm. Telegram kanalında bununla bağlı qısa yolları paylaşmışam. Oradan öyrənə bilərsiniz. Enter düyməsinin köməyi ilə də yeni bir abzas yaradırıq. Shift Enter ilə yeni sətr yaradırıq. Əgər kursor cədvəlin sonuncu xanasından kənardadırsa, o halda enterin funksiyası yeni bir sətr yaratmaq olmuş olur. 40-cı sualı bildik. C variantı olaraq 41-ci suala gəldik. Doğru fikirləri deyir müəyyən edin. Hər bir kompüter mərkəzi və periferiya hissəsindən ibarət olur. Bəli, Neyman arxitekturasına görə müasir kompüterlərimiz mərkəzi və periferik hissədən ibarətdir. Biri götürdük. Xarici qurğular kompüterin işləməsi üçün deyir vacibdir. Vacib deyil. Məsələn, printer niyə vacib olsun ki, kompüterin işləməsi üçün? Ona görə üstündən xətt çəkdik, getdi. Hesab məntiq qurğusu idarəetmə qurğusunun idarəsi altında işləyir. Ümumiyyətlə, prosesor həm hesab məntiq qurğusudur, həm də idarəetmə qurğusudur. Əsasən onu idarəetmə qurğusu deyirik. Hesab məntiq qurğusu idarəetmə qurğusunun idarəsi altında işləyir ifadəsi də ona görə yanlış olmamış olur. 3-ü götürdük. İnformasiya əməli yaddaşda yox, harda emal olunur? Registr yaddaşda emal olunur. Bunu da üstündən xətt çəkdik. Gəldik yuxarıda yenə cümlələrimiz var. Elə baxın 2 ilə 4-ü atsam, 2 ilə 4-ü atan kimi gəlib doğru cavabımızı tapmış oluruq. Yenə də digər cümlələri analiz edək. Mərkəzi hissə ilə periferiya hissəsi sistem interfeysi ilə əlaqələndirilir. Doğrudur. 5-i də götürdük. Kompüterin ümumi işini mikroprosesor idarə edir. Düzdür. Bütün yaddaş qurğuları kompüterin mərkəzi hissəsinə aiddir. Xeyr. Mərkəzi hissə ana plata hissəsidir. Ora daxili yaddaş qurğulara aiddir. Ona görə 7-ni də atmış olduq. Nə qaldı? C variantı sualın doğru cavabını tapdığımıza görə keçə bilərik 42-ci sual formasına. Yenə praktiki formada göstərsəm bunu daha yaxşı olacaq deyə düşünürəm. Hansı üsullarla cari təqdimata yeni slayd əlavə eləmək olar deyə soruşur. Gəldik təqdimatımızı açırıq. Baxın, yeni slaydın əlavə olunma qaydaları. Homeland tabında New Slide'a klik edirik. Yeni slayd əlavə olundu. Insert tabında New Slide'a klik edirik. Yeni bir slayd əlavə olundu. Sonra hər hansısa bir slaydı seçəndən sonra Enter'ə klik eləsəm, yeni bir slayd əlavə olunmuş olacaq. Sonra baxın, buraya indi gətirəcəm, qısa yoluna görəcəksiniz. Ctrl M-in köməyi ilə də yeni bir slayd əlavə eləmiş olacaq. Deməli, bu formada təqdimatımıza yeni bir slayd əlavə eləyə bilirik. Amma baxın, əgər biz Ctrl N hərfindən istifadə eləsək, o halda yeni bir PowerPoint faylı açılacaq. Təqdimat faylı açılacaq. Yeni bir slayd yox, yeni fayl yaranacaq. Fayldakı new hissəsinin qısa yoludur Ctrl-N. Yəni, buradan da yerinə yetirə bilərəm. Daha sonra həmin əmri, əgər mən burada cəld müraciət hissəsinə qarşısına quş işarəsi əlavə edib yerləşdirmişəmsə, onda da bura klik eləyəndə yeni bir təqdimat faylı yaranmış olacaq. Bizdən sırf sadəcə vərəq, yəni slayd, səhifə istədiyinə görə, ona görə gəlirik, seçirik. Slaydlar panelində slaydı seçib, klaviaturada Enter düyməsini basmaqla, düzdür, yeni slayd olur. Sonra Quick Access Toolbar panelindəki New düyməsini sıxmaqla, xeyr, bu dedik ki, yeni bir təqdimat faylıdır. Klaviaturadan Ctrl-N yeni bir təqdimat faylıdır. Fayldan New yeni bir təqdimat faylıdır. Homeland tabındakı New Slide bu doğrudur. Və Ctrl-M doğrudur. Deməli, nə oldu? 1, 5, 6, 42-ci sualı da yaratdığımıza görə gəldik 43-cü sual formasına. Uyğunluğu deyir, müəyyən eləyin. İnformasiyanın formaları. Bilirik, analog, rəqəmsal. Sırf burada bir dənə analog yazıldığına görə 1-ə uyğun oldu C. Görürsünüz, 1-ə C-ni axtarmalıyıq. Baxıram, başqa bir yoxdur. 1-ə C olan variantı axtarsaq, elə doğru cavabımız hazırdır. Yalnız 1-ə C olan. Rəqəmsal yazılmadığına görə A variantı oldu doğru cavab. Bir dənəsindən tapdıq artıq. İnformasiyanın təqdim olunma üsulları. Baxırıq, informasiyanın burada təqdim olunma üsullarından var mətn,
bir də qrafik. 2 uyğun oldu. B ilə D. Sonra informasiyanın xassələri dəqiqlik, tamlıq, nə bilim, adekvatlıq, obyektivlik. Məncə hər birini artıq yaxşı bir formada bilirik. 3-ə də uyğun oldu. A ilə Y. Doğru cavabı tapdıq. Bugün bunların bölünməsini paylaşmış olacağım. Ona görə Fazali Zakariya Instagram hesabını da izləməyi unutmursunuz. Orada bu formada vacib məlumatları səliqəli formada, şablonlar formasında paylaşıram. 44-cü sual. Şəbəkə adapteri şəbəkə təbii ki platası ilə eynidir. Şəbəkə adapteri, şəbəkə plata, şəbəkə kartı. Bunlar eyni anlayışlardır. Neyinirdi? Giriş-çıxış qurğusuydu. İnformasiyanı analogdan rəqəmsala, rəqəmsaldan analoqa çevirirdi. 44-cü sualda tapdığımıza görə gəldik Neyman arxitekturasının prinsiplərinə. Axır illərdə dəhşət çox soruşulur bu. Ona görə bunları əzbər bilmədən imtahana getməyin. Kompüter, bəli, proqramla idarə olunan avtomatdır. 2 getdi. Proqramsız kompüter idarə olunmaz. Kompüter paralel ünvanlanan yox, ardıcıl ünvanlanan yaddaşa, vahid yaddaşa malik olmalıdır. Ona görə 3-ü silirəm, 4-ü götürürəm. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Çarşı 3-ü götürdüm, az qalsın. Ona görə diqqətli olmaq lazımdır mütləq. Əmrlərlə verilənlər arasında aşkar fərq yoxdur. Düzdür? Elə əmrlərdə bir verilən, bir məlumat, bir informasiya deməkdir sanki. Əmr nədir? Şəkilli hər hansısa bir, deyək ki, əməliyyat sistemində olan piktoqram. Home-da, nə bilim, insert tabında, Word-da olan hər hansısa bir əmr, piktoqram. Onun köməyi ilə biz hər hansısa bir işi yerinə yetirdik. Qısacası buranı keçdik. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Çünki proqram təminatı bizim üçün olduqca önəmlidir. 1, 4, 5, 7 doğru cavab oldu. D variantı. Biraz mouse-la yazmaq mənim üçün çətin olduğuna görə səhv işarələmiş ola bilərəm. 45-ci sual oldu. Axır ki, D variantı yazıb keçə bildik. Gəldik, keçdik. Növbəti 46-cı sual forması. Mənim sevdiyim sual formalarından biridir. S1 xanasına hansı qiymət yazılmalıdır ki, hesablamaları yerinə yetirdikdən sonra A2, S2 diapazondakı xanaların qiymətlərinə əsasən aşağıdakı diaqram qurulsun. Əvvəlcə baxın, A2, S2 diapazonuna uyğun. A2, S2 diapazonu buradır. 3 dənə xana var. Bu 3 dənə xanaya uyğun təbii ki 3 dənə dilim hazırlayacaq da diaqram bizdə. Çünki 3 dənə ədəd alınacaq bunların içərisində. 3 dənə ədəd olduğuna görə 3 dənə dilimli belə bir diaqram yaranmış olacaq. İndi başlayıram mən birinci buraları hesablamağa. S1 xanasına hansı qiymət yazılmalıdır deyir. Ona görə S1-ə götürdüm. X-i qeyd elədim. İndi B1 plus A1 bölü 2. Götürüb B1 ilə A1-i toplayıb sonra 2-yə bölməyin. Diqqətli olun. B1 4'dür. Yazdım 4. Plus. A1-in 2-yə bölünməsi. A1 neçədir? 2-dir. 2 bölünsün 2. Neçə eləyir? 1. Mötərizədə yazılsaydı B1 ilə A1-i birinci toplayardıq. 4 ilə 1-in cəmi oldu burada 5. Üstündən xətt çəkirəm, yazıram bura birbaşa 5. Yazdım 5. Sonra B2 xanasında S1 vur 3. S1 x-dir. Alınır. X vurulsun 3. Çıxılsın B1. B1 neçədir? B1 4'dür. Yazdım çıxılsın 4. Bunu da qeyd elədim. Gəldim keçdim S2 xanasına B1 plus 3 vur A1. Birinci vurmanı həll eləməliyik. Düzdür? B1'in yerinə yazıram 4. Plus 3 vurulsun A1'də 2'dir də. 3 dəfə 2, 6. 4 ilə 6'ın cəmi vurmanı həll elədik birinci. Elədi 10. Belə şeylər diqqətli olun. Sadə şeyləri boş-boşuna havayı yerdən itirməyin. Bu formada 3 dənə qiymət aldıq. İndi buradan görürük ki 2 dənə dilim 25%'dir. Bir dənəsi 50%'dir. Və bunların hər biri məlum məsələdir ki, bu dilimlərin hər biri buradakı bu xanaların qiymətlərinə əsasən formalaşıb. İndi ən böyük bu qiymət 10, 50%-ə uyğun gələr. Yerdə qalan 25%lik dilimlərə də 5 və 3x çıxılsın 4 uyğun gələr. Düzdür? Deməli, böyük dilimə böyük qiyməti uyğunlaşdırdıq, onu yazdıq bura. 5 ilə 3x çıxılsın 4'ü də 25%lik dilimlərə uyğunlaşdırdıq. İndi bilirik ki 25%lik dilimlə digər 25%lik dilimin qiymətləri bir-birinə bərabər olmalıdır. Yəni bunlar bir-birinə bərabərdir. Ona görə yazıram bir kənardan 3x çıxılsın 4 bərabərdir 5'ə. 3x bərabərdir
-4 atdım sağ tərəfə, müsbət 4 olur. 5 ilə 4-ün cəmi 9. X də bərabərdir. 9 bölünsün 3, yəni 3-ə. Qutardı. Deməli, S1 xanasında nə yazılmalıymış? 3 yazılmalıymış ki, X-in yerinə. Baxın, burada da 3 vurulsun 3, 9, çıxanda 4-ü 5 eləsin. Nəticədə 2 dənə 5, 25%lik qiymətlər. Bir dənə də 10, 50%lik qiymətlərə uyğun nə olsun? Diaqram yaransın. 46-cı sual formasında bildik. Dəfələrlə izah elədiyim suallardan biridir. Ona görə təkrar baxın ki, öhdəsindən gələ bilərsiniz. Gəldik 47-ci sual formasına. Aşağıda verilmiş elektron cədvəl fraqmentinə əsasən nəticəsi ək olan funksiyaları seçin deyə soruşur. Bir də proqramı açmıram. Funksiyaları məncə bilirik, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Baxaq görək hansılarda indi ək olur. Left A1, 2. A1 xanası budur. Left neynir? Sol tərəfdən 2 dənə simvolu kəsir götürür. Baxın, 2 dənə bu simvolu kəsib götürəcək. Nə alınacaq? Alınmış olacaq burada ək. Həqiqətən də, deməli, birinci funksiyanın köməyi ilə cavabı, nəticəsi ək olan bir yazı almış oluruq. Bu getdi. Sonra ikinci right B2, 2. B2 xanası budur. Neynir? Right sağdan 2 dənə simvol deyir də, burada 2 simvol götürür. Sağdan 2 dənə simvol götürsə, li olacaq cavab. Ona görə ikinci getdi. Sonra right B3, 2. B3 xanası budur. B3 xanasında sağdan 2 dənə simvol götürsək, ər olacaq. Yenə ək olmadı, bu da getdi. Right B1, 2. B1 xanası budur. Sağdan 2 dənə simvol götürsək, ək olmuş olacaq. Ona görə dördüncüsü düzdür. Bunu götürdük. Beşincisi right A2, 2. A2 xanası budur. Sağdan 2 dənə simvol right dediyinə görə götürdük. Ona görə doğru cavab nə oldu burada da? Daha doğrusu burada da doğru olmuş oldu. 5. Yekunlaşdırmamışıq. Gəldik. Altıncısı, yəni ək sözü çıxacaq orada da. Məncə artıq bildik oranı. Altıncısı left A4, 2. A4 xanasında, A4 xanası buradır. Sol tərəfdən 2 dənəsini götürsək, olacaq tü. Ək alınmadı, getdi. Nəhayət sonuncusu left A3, 2. A3 xanasında buradır. Sol tərəfdən 2 dənə simvolu götürsək, Q olacaq, ək olmadı. Bu da getdi. Deməli, doğru cavab nə oldu? 1, 4, 5. Deməli, sadəcə left soldan simvolları kəsir, right da sağdan kəsir. Hər birində 2 dənə simvol kəs dediyinə görə hamısına 2, 2 kəsdik. Təbii ki, 3 yazılsaydı, 4 yazılsaydı, 3 dənə, 4 dənə kəsərdik. Right deyənə sağdan kəsiriz, left deyənə soldan. Bu qədər sadə. Və 47-ci sualına doğru cavabını bildik. Gəldik 48-ə. Say sistemlərindən belə bir sadə təməl sualdır. İkilik say sistemində verilmiş bu ədədi onluq say sisteminə çevirməliyik. Biz bilirik ki, ikilik say sistemindən onluq say sisteminə keçəndə ədədin yuxarısına yazırıq 0, 1, 2, 3 və 4. Sonra başlayırıq addım-addım çevirməyə. İndi buradan başlayıb yazanda 1 vurulsun 2 üstü 4 plus 1 vurulsun 2 üstü 3 plus 0 vurulsun 2 üstü 2 plus 1 vurulsun 2 üstü 1 plus 1 vurulsun 2 üstü 0. İndi bura bilirəm ki, eləyəcək 16. Yazıram 16. Plus bu elədi 8. Bu elədi 0. Plus bu eləyəcək 2. Plus bu da eləyəcək 1. Toplayıram 16 ilə 8-in cəmi. 24. Üstünə 2 gəldim. 26 üstünə 1 gəldim. Oldu 27. Silirəm buranı. Yazıram 48-ci sualın doğru cavabı 27. Nəhayət ki, son iki sualımıza keçmiş oluruq. 49-cu sual. Seyvəz dialoq pəncərəsindən sənədlə bağlı hansı əməliyyatları icra etmək olar deyə soruşur. Birinizdə yazıb ki, eyni zamanda 3 fərqli yaddaş qurğusunda saxlamaq. Gəlirəm Word proqramını açıram. Seyvəz pəncərəsini açıram. Baxın, sırf dialoq pəncərəsi lazımdır bizə. Burada diqqətli oluruq. Bu dialoq pəncərəsində baxaq görək nə edə bilirik. Eyni anda nə deyirdi? Baxıram. Eyni zamanda 3 fərqli yaddaş qurğusunda. Eyni zamanda 3 fərqli yaddaş qurğusunda saxlamaq olmaz. Məsəl üçün, mənim yaddaş qurğularım C diskidir, bir də D diskidir. Eyni zamanda heç bu ikisində belə yadda saxlaya bilmirəm. Birini seçib birində yadda saxlamaq lazımdır eyni zamanda.
Deməli, ona görə birincisi yanlışdır. Birincisi getdi. Üstündən xətt çəkdik. İkinci, elektron poçtla göndərmək. Elektron poçtla göndərmək üçün fayldan share hissəsi var. Görürsünüz, mail. Save as pəncərəsində elektron poçtla göndərmək olmaz. Ona görə gəldik buradan. Bunun üstündən xətt çəkdik. Növbəti, sənədi parolla mühafizə eləmək. Bu mümkündür. Baxaq, sənədi parolla mühafizə eləmək üçün Tools hissəsindən gəlirəm. General Options hissəsindən şifrə yerləşdirə bilirəm. Açılışına, redaktəsinə şifrə yerləşdirə bilirik. Deməli, bu olur. Mühafizə eləməyi seçdik. Eyni zamanda iki fərqli formatda yadda saxlamaq. Eyni zamanda bir fərqli formatda yadda saxlaya bilirik. Məsəl üçün Word-ün docx genişlənməsində, PDF formatında. Deməli, eyni zamanda yalnız bir. Ona görə 2 olmaz deyə, 2 fərqli formatda eyni anda olmur deyə üstündən xətt çəkdim. Başqa adla yadda saxlamaq. Bəli, bu da olur. Görürsünüz, fərqli adla. Burada götürürəm, hər hansısa bir ad yazıb, burada yadda saxlaya bilərəm. Məsələn, yazdım bura FC. Bu mümkündür. Adını dəyişə bilirik. Başqa yaddaş qurğusunda saxlamaq. Bu da mümkündür. Gəlirik, məsəl üçün buradan, məsələn, flash kart qoşmuşam kompüterimə. Buradakı USB drive-a, flash karta seçib, burada yaddaşa verə bilərəm sənədi. Deməli, bu da mümkündür. Sonra altını seçdik. Sənədi PDF formatında saxlamaq. Bunu az əvvəl elə PDF olaraq seçmişdim. Bu da mümkündür. İndi saxlayayım elə USB drive-da, PDF formasında. Save-ə klik elədim. Klik eləyəndən sonra sənədim artıq USB drive-da yaddaşa getdi. İstəyirsiniz baxaq. Flash karta görürsünüz, FC faylı bu formada yer almış oldu. Deməli, nə oldu doğru cavab? Gəlirik PDF-imizə. Oldu 3, 5, 6, 7. Bir də sağ kənardan yazmıram. Nəhayət sonuncu sualımız 50-ci sual uyğunluq sualıdır. Yazaq bura 1-ə, 2-ə, 3-ə nələr uyğundur? Web server. Web serverdə biz nəyi həyata keçiririk? Web server ümumiyyətlə özü nə idi? Bir vardı bizdə serverlər, bir də işçi stansiyalar. Server digər kompüterlərin işini idarə edirdi. Onlara sanki hər hansısa bir informasiyaya çıxış hüququ verirdi. Verilənə çıxış hüququ verirdi. Web server web səhifəyə, internetdəki verilənlərə daxil olmağa imkan yaradan xüsusi kompüterdir. Ona görə bir uyğun oldu Y variantı. Görürsünüz, kompüter. Bir dənə onsuz da kompüter burada Y variantındadır. Bunu atdıq, bunu bildik. Sonra web səhifə. Baxaq görək səhifə hardadır? Web səhifələrə baxış proqramı deyil, yox. Ən azı bir hiperistinada malik olan sənəd. Hər hansısa bir sənəddir. Məsələn, deyək ki, genişlənməsi də hətta olur HTML. Düzdür? Həmin o web səhifədə hyperlinklər yerləşir. Həmin o web səhifədə biz internetdə hər hansısa bir məlumatı oxuyuruq, icra edirik, işi yerinə yetiririk. Web səhifə deməli ən azı bir hiperistinada malik olan bir dənə internet səhifəsidir, sənədidir. Onda 2 uyğun oldu, D. Bu da getdi. Sonra web browser elə burada göstərir mən yaxşısı. Məsəl üçün Google Chrome bir dənə web browserdir. Mən Google Chrome'da nə edirəm? İnternetə daxil oluram, YouTube-a daxil oluram. Sizin üçün nəyisə izah edirəm, canlılar açıram. Deməli nədir? Bələdçidir. Baxaq görə uyğun variant hansıdır? Web səhifələrə baxış proqramı. Düzdür? Deməli nə oldu? 3-ə də uyğun olmuş oldu. B variantı. Digər variantlara baxsaq, bir neçə lokal şəbəkəni əlaqələndirən xüsusi vasitə hər hansısa bir qurğudur. Web səhifələrin təşkil dili, məsəl üçün Hypertext Markup Language. Bunu da atdıq. Deməli doğru cavab nə oldu? 1-ə Y, 2-ə D, 3-ə B. Bununla da sualımızın doğru cavabını tapdığımıza görə informatika suallarının izahını yekunlaşdırdıq. Yenə də nələr beyninizdə qarışıq qalırsa, nələri soruşmaq istəyirsinizsə rəylərdə qeyd edirsiniz. Onları da hər birini addım-addım cavablandırırıq. Deməli, bu izahı bu formada yekunlaşdırmış olduq. Nə demişdik? Əl-sol dəvəsdən düşmürük. Maksimum dərəcədə motivasiya oluruq. Növbəti izahlarda görüşərik. Uğurlar, hələlik.